su çəninin 8-dən 3-ü su ilə doludur. 50 litr su əlavə edilərsə, çənin 8-dən 3-ü boş qalar. Çən neçə litr su tutur? Çəndə nə qədər su var ümumi bilmirik. Yəni, ümumi çəndə x litr su var. X litr su var. Hal-hazırda nə qədəsi doludur deyir. 8-dən 3-ü. Yəni, x-in 8-dən 3. X vurulsun 8-də 3. Nə qədər boş olacaq? 8-dən 5 boş olacaq, amma hal-hazırda bizə lazım deyil. İndi deyir ki, 50 litr su əlavə edilərsə, yəni 8-də 3 x-in üstünə 50 litr əlavə etsək, 8-dən 3-ü boş olar. Ümumi çən x litrdir və tam olaraq 8-dən 8-dir. 8-dən 8 əgər 8-də 3-ü boş olarsa, nə qədəsi dolu olmalıdır? 8-dən 5-i dolu olmalıdır, düzdürmü? Yazıram 8-də 5 x şəklində. Bunun 50-ni yerində saxlayaq. Bu 8-də 3x-i keçirdək digər tərəfə. Yəni 8-də 5x çıxılsın 8-də 3x. 50 bərabər 8-də 5-dən 803 çıxanda qalır 8-də 2x. X da burada tapmaq üçün 50-ni bölməliyik 8-dən 2-yə. Bu da nə deməkdir? 50-ni vurmalıyıq 2-də 8-ə. 50-ni 2-yə bölürük burada. İxtisar gedir. Qalır 25. 25-i də 8-ə vursaq alırıq 200. Yəni çən 200 litr su tutur. Doğru cavab A bəndi.